Salamlayıram, Cənab Deputat, xoş gəlmişsiniz rayonumuza. Buradan bildirmək istəyirəm ki, bu gün zəfərimizin 5-ci il dönümüdür. Allah Teala Azərbaycan xalqına, Azərbaycan dövlətinə, Azərbaycan millətinə daima zəfərlər qismət eləsin. Daha böyük Azərbaycan üçün görüşək. Bu gün qürurluyuq. Şəhidlərimiz var, düzdür, 3000 daha artıq şəhidimiz var 2-ci Qarabağ müharibəsi Vətən müharibəsində. Amma ona görə qürurluyuq ki, şəhidlərimizin qanı alınıb, torpaqlarımızın son qarışına qədər düşməndən azad olunub. Bugün artıq Azərbaycan vətəndaşı, Azərbaycan əskəri Xankəndindədir. Azərbaycan əskəri Şuşadadır. Albert Agarunovun tankını vuran erməni tankı oradan götürülür. Artıq mədəni irsimizi, Qarabağımızı qoruyacağıq. Qarabağ Azərbaycanın göz bəbəyidir. İnşallah ki Allah Teala bir daha bizim xalqımıza müharibə nəsib eləməsin, qan nəsib eləməsin. Amma bir söz var, bayraqları bayraq eden üstündeki qandır, torpaq uğrunda ölen varsa vətəndir. Biz her zaman bu torpağı korumak için, bu milleti korumak için, bu vətəni korumak için kanımızın son damlasına kadar dövüşmeye hazırız. Ta ki bizden sonra gelen gençlerimiz, babalarımız bir daha muharebe görmesinler. Her birinize teşekkür ederim. Her bir Azerbaycanlının, her bir Azerbaycan vətəndaşının özünü Türk hesap eden, Azerbaycanlı hesap eden, bütün dünyadaki yüreği bizle döyülen bütün vətəndaşlarımızı Zafer Günü münasebetiyle tebrik ediyorum. Sağ olun. Salamlayıram, Cənab Deputat, xoş gəlmişsiniz rayonumuza. Buradan bildirmək istəyirəm ki, bu gün zəfərimizin 5-ci il dönümüdür. Allah Teala Azərbaycan xalqına, Azərbaycan dövlətinə, Azərbaycan millətinə daima zəfərlər qismət eləsin. Daha böyük Azərbaycan üçün görüşək. Bugün qürurluyuq. Şəhidlərimiz var, düzdür, 3000 daha artıq şəhidimiz var 2-ci Qarabağ müharibəsi Vətən müharibəsində. Amma ona görə qürurluyuq ki, şəhidlərimizin qanı alınıb, torpaqlarımızın son qarışına qədər düşməndən azad olunub. Bugün artıq Azərbaycan vətəndaşı, Azərbaycan əskəri Xankəndindədir. Azərbaycan əskəri Şuşadadır. Albert Agarunovun tankını vuran erməni tankı oradan götürülür. Artıq mədəni irsimizi, Qarabağımızı qoruyacağıq. Qarabağ Azərbaycanın göz bəbəyidir. İnşallah ki Allah Teala bir daha bizim xalqımıza müharibə nəsib eləməsin, qan nəsib eləməsin. Amma bir söz var, bayraqları bayraq eden üstündeki qandır, torpaq uğrunda ölen varsa vətəndir. Biz her zaman bu torpağı korumak için, bu milleti korumak için, bu vətəni korumak için kanımızın son damlasına kadar dövüşmeye hazırız. Ta ki bizden sonra gelen gençlerimiz, babalarımız bir daha muharebe görmesinler. Her birinize teşekkür ederim. Her bir Azerbaycanlının, her bir Azerbaycan vətəndaşının